Burada bir xarici sahə var. Xarici sahə hansıdır? Bax, burada göstərib. Qırmızı ilə üstündən gedək. Bax, bu xarici sahədir. Hara doğrudur? Sağa doğru. Ay, sağ ol, sağa doğru. Xarici elektrik sahəsi. Düzdür? Və bunun içərisində bir dənə maye dolu qab yerləşdirib. Qabın içərisində də -2 elektrik yükü var. Yəni burada həm Q yükünün A nöqtəsində yaratdığı elektrik sahəsi var. Q yükü A nöqtəsində bir elektrik sahəsi yaradır. Düzdürmü? Evet. İntensivliyin istiqamətini göstərəcək də. Bir də xarici elektrik sahəsinin istiqaməti var A nöqtəsində. A nöqtəsində fərqi yoxdur. Onsuz da xarici elektrik sahəsinin istiqaməti, mən bunu yaxınlaşdırım. A nöqtəsində xarici elektrik sahəsinin istiqaməti A nöqtəsində sağa doğrudur. Evet. Baxalım. Sağa doğru bir Y0 düzdür. Bir də -2 yükünün A nöqtəsində bir sahə yaradır da. Burada səncə elektrik sahəsinin istiqaməti hansı istiqamətdə olar? -2 yükü. Hara doğru yaradır? Nöqtədən. Hə? Ay sağ ol. Nöqtədən özünə doğru. Düzdürmü? Bax belə. İndi biz bilirik ki, yekun intensivliyi tapanda nə edirik? Kimdən kimi çıxırıq? Yekun intensivliyi tapanda. Yox, sağa doğrudur da. Hə. Birindən digərini çıxsan. Burada onsuz da moduldadır. Bilmirik də hansı böyükdən hansı. Sağa doğrudan, məsəl üçün, götürək sağa doğrunu. Sağa doğrudan digərini çıxaq. Amma bu xarici sahə var ha. Xarici sahənin çöldə yaratdığı Y0'dır. Bəs mayenin daxilində nə olacaq səncə onun yaratdığı intensivlik? Y0 böl epsilon. Çünki epsilon dəfə azalacaq. Bəli. Xarici sahə belə havada yaratdığı Y0'dır. Elə bir deyir ki, onun epsilonu 1'dir deyə. Mayenin daxilində də verib də, bəli, şərtdə deyir ki, elektrik nüfuzluluğu epsilon olan mayenin içərisinə. Maye ilə içərisində olur şəqab intensivliyi Y0 olan. Yəni, xaricidə sahə Y0'dır. Amma A nöqtəsi mayenin daxilində yerləşdiyinə görə intensivliyi epsilon dəfə azalacaq. Deməli, Y0 bölünsün epsilondan. Çıxıram kimi? Bəs Q yükünün A nöqtəsində yaratdığı intensivliyi nə olar səncə? K, Q bölünsün epsilon erin kvadratı. Çünki A nöqtəsi yenə mayenin daxilindədir. Ona görə də olur KQ bölünsün epsilon erin kvadratı. Bax belə. O bilsin sən deyəcəksən? Yaxşı? Mən deyəcəm. Buna aid çox. Buyur. Bax, A nöqtəsi buradadır. Ondan xarici sahə var. Bunu toplamaq lazımdır mənim. Çünki ikisi eyni istiqamətdir. Bəli, bəli. İndi ilə də tam deyil. Alışa bilmirəm. Burada A nöqtəsində xarici sahənin yaratdığı B variantıdır. Y0 böl epsilondur. Bir də mənfi yükün özünə doğrudur A nöqtəsində. İntensivliyin istiqamətini çəkək. Bax belə. Olur KQ bölünsün epsilon erin kvadratı. Bəli, olur D variantı. İndi bundan o birisi də var. Gəl onu da eləyək. Hə, bunu. Buyur. Mən deyəcəm. Bəli, sən deyəcəksən. Burada bir şey var. A nöqtəsində xarici sahənin yaratdığı aradır. Burada A nöqtəsində sağa gedəcək. Sağa Y0 bölünsün epsilon, düzdür? Bəli. Sonra bəs mənfi üçün yaratdığı o da aşağı gedəcək. Nöqtədən ay sağ ol. Hara doğru? Özünə doğru da, düzdürmü? Q-yə doğru, bəli. Nöqtədən özünə doğru. O da olur KQ bölünsün epsilon erin kvadratı. Bunlarınki də Pifagora görə Yekun intensivlikdə burada yadında da diagonal boyunca olurdu. Diagonal boyunca, bəli. Bəli. Perpendikulyar olduğuna görə yekun intensivlik kök altında kvadratlar cəmi ilə. Bunun kvadratı, yəni Y0 böl epsilonun kvadratı üstə gəl K kvadratı, Q kvadratı böl epsilon kvadratı R üstü 4. Düzdür? Gəl bunu da açaq. Ən yaxşısı. Deyək bunu. Hə. Epsilon kvadratı.
Y0 kvadratı belə yazaq, hə? Bölünsün epsilon kvadratı. Epsilon kvadratların məxrəci xarici belə də mötərizə Kısaca xərcini. 1 bölü 7. Aha, bəli, mötərizə xərcini çıxardırıq. O A da çıxacaq. variantı qaldı. 1 bölü epsilon Y0 kvadratı üstə gəlinsin k kvadratı q kvadratı böl r üstü 4. R kvadratı. Nə variantıdır? A variantı. Hep A variantı. Hmm.